Mən Mamit Qurbanov, Qardabağ rayonunun Ağtəhlə kəndində yaşayıram. 1990-cı ildə anadan olmuşam, iyul ayında. Neçəsində? 21-də. Mən başdan bir il bundan qabaq vəbşə heç qımıldayanmırdım. Belim elə ağrıyırdı, baldırımı çəkənmirdim. Eləcə başımıza beləcə yerdim. Sən belin nəyə görə ağrıyırdı? Belim mənim 2 dənə diskim çıxmışdı. Sən nə vardı ki belin diski çıxdı? Mən ağır qaldırmışdım. Nə qədər vaxt bundan qabaq? Bir il bundan qabaq elə ondan əziyyət çəkirdim, baldırım ağrıyırdı. Bəlkə bir 9 ay Balinsiyaya getdim. Hansı Balinsiyaya getdiniz? Uruslavaya getdim. Tiflisdə Vaqeyə getdim. Nə boyda elətdim, qutarmadı, iynə, dərmən, xeyir olmadı. Bir də 9 ay müalicə elətdim, baseynə getdim. Sevimli gənə əylənmirdim, az bir şey eləcə başım əylirdi. Bir də eşitdim ki, Marnolidə bir dənə Etibar qardaş var, əlimlə müalicə eləyir, onun yanına gəldim. Birinci mən də heç güvənmirdim. Ondan sonra gəldim, 20 gün zat belə yavaş-yavaş gördüm ki, məndə irəliləyiş var. Aşağı əyilirəm. Bir əyilsən, bir görək nətər əylə bilirsən. Bir əyil baxaq, görək əylə bilirsən. Hə Allah, bəsdir. İndi biz sənin belinin möhkəm olması üçün belini çəkirik. Belə, gözəldir. Bax, belə. Bir tələ məni görək, belin möhkəmdirmi? Ay sağ ol, mənim 100 kilo çəkim var. Deməli, 100 kiloyu tələyə bilirsən. Bir də təzə. Hə Allah, ot qalx görək qardaş, əlimi tut. Bax, ot qalx, qalx. Hə Allah, bir də yenə ot qalx. Bir yerində bir böyrün, belə hərəkətlər elə bir. Bir böyrə hərəkət elə. Bu böyrə hərəkət elə.